Salam əziz izləyicilər, bu günlər biz xəmirini eləyəcəyik. Bizə lazım olacaqlar su otaq temperaturunda, yenə də su soyuq, un mehriban, un doymaq, droj, duz, şəkər tozu. Bütün detaylı Nicat Abdulov yazıb YouTube'dan öyrənə bilərsiniz. Sularımızı əlavə edirik bura. Drojumuzu əlavə edirik. Duz, pesok, mehriban ununu əlavə edirik. Doymaq, bu cür kıvama gəldikdən sonra biz bunu 2 gün dinləndirəcəyik. Deməli 2 gün əvvəl hazırladığımız xəmir 2 gün bu xəmir dinləmədə qalmalıdır ki, biz istədiyimiz kıvamı ala bilək. Bu xəmirdən bu günləri sucuklu pide hazırlayacağımızı biz 300 qramdan eləyirik. Kimsə qırağın kantı istəyirsə bu cürlə burasını belə qatdalayırıq. Bu cür qaydada belə qatdalayırıq. İstəyən bunun qırağına yumurta sarısı vurub 2-cü də əlavə edə bilər. Yəni biz eləyəcəyik.